والصلاة والسلام على سيدنا محمد وعلى آله وصحبه أجمعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي رب يسر ولا تعسر رب تمم بالخير أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إنا أعطيناك الكوثر فصل لربك وانحر صدق الله العظيم ve ila ahir ayet. Möhtərəm müminlər, değerli cemaat, hörmətli qardaşlar, ağsaqqallarımız, böyüklərimiz, hər gününüz xeyirli, mübarək, bərəkətli olsun inşallah. Allah Teala bu günü de her birimiz üçün, bütün İslam alem üçün xeyirlərə vəsilə qılsın inşallah. Allah Teala'nın salamı, rəhməti, bərəkəti hər birinizin üzerinde olsun. Bugün mübarək Qurban Bayramıdır. Allah Teala'ya təslimiyyətin, Allah Teala'ya ibadətlərin, təqvanın bol olduğu bir gündür. Təkbirlərin bol olduğu bir gündür. Ona göre inşallah ilk olarak təkbirlərlə bugünkü söhbətimizə, vəzimizə başlayalım inşallah. Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu Ekber, Allahu Ekber ve lillahil hamd. Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu Ekber, Allahu Ekber ve lillahil hamd. Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu Ekber, Allahu Ekber ve lillahil hamd. Aziz ve hürmetli cemaat, değerli Müslüman kardeşler. Bugün Allah katında günlerin en değerlerinden biri olan mübarek Qurban Bayramının yaşamaktayız. Rabbimizi hatırladan, dinimizi bize unutturmayan, peygamber əxlaqını, İslam'ın güzelliklerini bize hatırladan bir gündür bugünkü gün. Qurban ibadeti ve Qurban Bayramı hicretin 2. ilinden itibaren qılınmağa başlamıştır. Eyni Ramazan orucu, Ramazan ayı ve Ramazan bayramı kimi. Kardeşler, qurbanlıq tarixi ta Hazreti Adem Aleyhisselam'ın dövrüne kadar gedib uzanmaqdadır. İlk qurbanlıq hadisəsi Adem Aleyhisselam'ın iki oğlu Habil ile Qabilin arasında onların müəyyən məsələlər çərçivəsində baş vermiş hadisələr olmuştu. Bu da qurbanlıq ibadətinin insan həyatı qədər qədim bir ibadət olduğunu bizlere göstermektedir. Ama bugün yaşadığımız ve yaşayacağımız qurban ibadəti daha çok İbrahim Aleyhisselam'dan İsmail Aleyhisselam'ın ve o ailenin arasında geçen qurbanlıq hadisəsinə dayanmaqdadır. Bugün yaşadığımız qurbanın bazı hareketleri, bazı ibadetleri. Qurbanlıq, qurban sözü yaxınlıq, yaxınlaşmaq, Allah'a yaxınlaşmağa vasitə, vəsilə mənasında işlədilməkdədir. İbrahim Aleyhisselam oğlunu qurban kəsməklə imtihan olunmuştu değerli kardeşler. Yani qurban sözündeki mana, qurban sözünün manası yaxınlıq demektir. Allah'a yaxınlaşmağa vasitə olan, vəsilə olan əməl demektir. Bilirsiniz ki, İbrahim Aleyhisselam'ın həyatına baxanda bu qurbanlıq tarixindən bəhs elədik. İbrahim Aleyhisselam oğlu İsmail'i körpə yaşındayken qurban kəsməklə əmr olunmuştu. Buradaki məqsəd də əlbəttə bir insanın qurban edilib kəsilməsi değildi. Buradaki məqsəd, imtihan insanın təslimiyyətidir, insanın Allah'a olan itaətidir. Bir insan Allah Teala'ya ne şekilde itaət eləyə bilər? Kardeşler, övladdan imtihan əlbəttə ki, ən çətin imtihanlardan biridir. İbrahim Aleyhisselam ləqəbi üzərində Xəlil İbrahim ləqəbi ilə məşhur bir peyğəmbərdir. Allah'a dost bir peygamber. Allah Teala özüne dost seçtiği bir insan idi, bir şəxsiyyət idi. Kardeşler, bu hadisə İbrahim Aleyhisselam'ın oğlu İsmail'i qurban kəsməsi hadisəsi, daha doğrusu kəsməyə təşəbbüs hadisəsi təbii ki Allah Teala'dan
izin verilməmə məsələsi, amma burada bir əmr var idi, övladını, oğlunu qurban kəssin deyə. Bu kimi hadisələr, başımıza gələn hər hansı bir hadisələr, dəyərli qardaşlar, istər əmr olunan ibadətlər olsun, istərsə də ibadətlərin görünüşünə, zahirinə deyil, hikmətinə baxmamız lazımdır. Hikmət tərəfini görməmiz lazımdır. İbrahim əleyhissalam oğlunu qurban kəsməklə əmr olundu və bu təşəbbüsü də göstərdi, imtihan olundu, Allaha təslimiyyət göstərdi, Allahın əmrinə itaət elədi, o imtihanı qazandı. Allah Teala onun əvəzi olaraq bir qoç göndərdi. Ona görə bugün vaxtımız, o qədər bir vaxtımız yoxdur, oturub İbrahim əleyhissalamın, İsmail əleyhissalamın o ibrətli qissəsini dinləyək, oradakı təslimiyyəti görək, İsmail əleyhissalamın anası Həcər anamızın buradakı təslimiyyəti, təvəkkülünü görək. Buna vaxtımız yoxdur, amma bu qissədən hər kəsin məlumatı, hər kəsin xəbəri var, müxtəlif vəsilələrlə dinləməyə çalışırıq, həyatlarını oxumağa çalışırıq. Amma buradan götürəcəyimiz dərs bundan ibarətdir ki, dəyərli qardaşlar, hər kəs imkanına, durumuna, səviyyəsinə görə Allah tərəfindən imtihan olunmaqdadır. Başımıza gələn imtihanlara, başımıza gələn sıxıntılara, bunun imtihan, bəla, sıxıntı tərəfinə deyil, bunun arkasındakı hikmətlərə baxmaq lazımdır. Səbr elədiyimiz zaman bunun arkasındakı qazancımıza baxacaq inşallah. Burada bizdən istənən başımıza gələn hər bir fəlakətin Rəbbimizdən gəldik, Rəbbimizə dönəcəyik şuuru, imanı içərisində bu hökmləri, bu imtihanları yerinə gətirmək və ya bu imtihanlara səbr eləməkdir. Bunlara diqqət eləyəcək inşallah, dəyərli qardaşlar. Hər birimizin başına müxtəlif imtihanlar gəlir. Müxtəlif sıxıntılarla qarşı-qarşıya qalırıq. Səbr elədiyimiz zaman 2 qat qazanırıq. Səbr eləmədiyimiz zaman da, qardaşlar, 2 qat itirmiş oluruq. Səbr eləməyəndə itirdiyimiz nədir? Başımıza hər hansı bir sıxıntı gəlibsə, bir çətinliyə düşmüşük. Yəni, fakt olan bir çətinliyimiz var. Buna üsyan elədiyimiz zaman, bunun imtihan olduğunu düşünməyib, qarşı gəldiyimiz zaman, Allaha üsyan elədiyimiz zaman 2 qat itiririk. Həm Allaha asi olmuş olur insan, həm də zaten başına gələn bir sıxıntısı var, bir bəlası var. Burada 2 qat itirmiş olur. Amma başa gələn imtihanlara, başa gələn sıxıntılara insan səbr elədiyi zaman, insan dözdüyü zaman 2 qat qazanmış olur. Rəbbinə itaatkar, təslimiyyət əhli bir insan olaraq qazanmış olur və başına gələn sıxıntını da Allah Teala daha xeylisi ilə təbdil eləyərək, dəyişərək onun qarşısına çıxardacaq. Ya bu dünyada çıxmayıbsa da ahirətdə daha yüksək səviyyədə inşallah qabağımıza çıxacaqdır, dəyərli qardaşlar. Qardaşlar, İbrahim əleyhissalam bu və başqa şəkildə imtihanlardan Allaha dost olmuş bir peyğəmbər oldu. Dost olmuş bir insan oldu. Deyə bilərsiniz, düşünə bilərsiniz ki, zaten peyğəmbər idi, dost olması da asan idi. Peyğəmbər olması da asan deyil. Peyğəmbər olub da və ya insan olub da dost olmaq da asan deyil. İstər İbrahim əleyhissalam, istərsə də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm başlarından müxtəlif imtihanlar keçmiş, müxtəlif vəsilələrlə imtihan olunmuş və imtihanı qazanıb Allaha dost olmuş insanlardır. İbrahim əleyhissalam Allah Teala'ya dost oldu. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də Allah Teala'nın həbibi oldu. Ən sevdiyi insan oldu. Həbibim dedi, ən sevdiyim dedi Peyğəmbərimizə Allah Teala. Qardaşlar, bir insanın həyatında verə biləcəyi əsas 3 dənə imtihan var. 1. Can, 2. Övlad, 3. Mal. Bu peyğəmbərlər, ismini çəkdiyimiz bu peyğəmbərlər bu 3 vəsilədən də imtihan verdilər. Canlarından imtihan verdilər. İbrahim əleyhissalam ateşə atılmaqla hədələndi və bu işə təşəbbüs göstərildi. Ateşə atıldı, amma yanmadı. Allah-u Teala'ya olan təslimiyyətindən, təvəkkülündən, ona olan inancını itirməməsindən dolayı yanmadı. Allah-u Teala o böyük tonqala İbrahim üçün sərin və salamat ol dedi. İkinci olaraq övladından imtihana çəkildi. Yenə təslimiyyətini göstərdi və daha sonra da malından imtihana çəkildi. Yenə təslimiyyətini göstərdi. Allah adına imtihana çəkildi. Allah adına da təslimiyyətini göstərdi. İmtihanı qazandı. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də başından fərqli şəkildə bəlalar, imtihanlar keçmiş peyğəmbərlərdən biridir. Və o da o imtihanları övladı ilə, canı ilə, malı ilə, hər şeyi ilə
atası ilə, anası ilə, hər şeylə imtihan verib, imtihanı qazanan, Allaha dost və Allaha sevimli olan insanlardan oldu. Qardaşlar, bütün bu məsələlərdəki diqqət edəcəyimiz xüsus, başımıza gələn imtihanlarda xatırlatdığımız kimi üsyan deyil, ancaq Allah Teala'ya təslimiyyətdir. Təslimiyyət göstərərək biz imtihanımızı qazana bilərik. Dəyərli qardaşlar, elə bu qədər əmrlərdəki, ibadətlərdəki əsas məqsəd də, əsas əmr də Allaha dost ola bilməkdir, Allaha yaxın ola bilməkdir, Allahın sevdiyi insan ola bilməkdir. Bu ibadətlərdəki məqsəd də budur. Bugün bayram namazı məqsədi ilə, bugün hər birimiz buraya yığışmışıq. İnşallah bayram namazını qılacağıq birazdan. Qardaşlar, biz Allah Teala'nın əmrini tutaraq bugün buraya yığışmışıq. Biz bugün Kur'an-ı Kerim'in və bu şəriətin hökmlərini tutaraq biz bugün buraya yığışmışıq. Və bu ibadətlərdəki məqsədimiz də elə Allahın razılığını, rizasını, Allahın yaxınlığını qazanmaqdır. Qardaşlar, Allahın razılığını qazanmaq ya da ki Allaha dost insan ola bilmək. Bundan söhbət apardıq. Çünki bugünkü ibadət bizə İbrahim Aleyhisselamın, İsmail Aleyhisselamın bu tərəfini, Allaha dost və təslimiyyət tərəflərini bizə göstərməkdədir. Qardaşlar, iki cür dostluq var. Bir, yaxşı, bir də pis dostluqlar var. Yaxşı dostluqlar Allahla, Peyğəmbərlə və müsəlmanın müsəlmanla olan dostluğudur. İnsanı gözəlliyə və xoşbəxtliyə aparan dostluqdur. Pis dostluqlar isə şeytan və onun yardımçıları ilə edilən dostluqlardır. İnsanı fəlakətə və bədbəxtliyə aparan dostluqlardır. Dostluq iki cürdür. Müsəlmanın müsəlmana olan dostluğu bir-birlərinə yaxşılıq etmələri və Allahın razılığını qazanmaları üçün yardımlaşmalarıdır, qardaşlar. Müsəlmanın müsəlmanla dostluğu budur. Müsəlman müsəlmanın fəlakətə getməsini istəməz. Müsəlman müsəlmanın göz görə-görə günah batağında batmasına razı olmaz. Mənə nə deməz? Ya da ki, günaha girməsinə səbəb olmaz. Zorla onu günaha salmaz. Müxtəlif vəsilələrlə onu günaha salmaz. Müsəlmanın müsəlmana olan meyli, sevgisi, dostluğu, dəyərli qardaşlar, bir-birini qurtarmağa çalışmaqdır. Başqa bir məqsədi deyil. Müsəlman bu şəkildə yanaşmalıdır müsəlmana. Müsəlmanın fikri müsəlman qardaşına qarşı bu şəkildə olmalıdır. Peyğəmbərlə dost olması isə, Peyğəmbərə tabi olması, həyatını örnək götürməsi və Peyğəmbərin sevdiyini, Peyğəmbərimizi sevdiyini isbat eləməsidir. Qardaşlar, Peyğəmbəri sevmək elə, quru mən Peyğəmbəri sevirəm deməklə iş bitmir. Peyğəmbər sevgisi demək, Peyğəmbərimizi sevmək demək, onun həyatı kimi həyat yaşamaq deməkdir. Çünki Peyğəmbərimizi Allah sevdi, ən sevdiyi insan olduğunu söylədi, ən gözəl nümunə olduğunu söylədi. Bir müsəlman da, Muhammed sallallahu aleyhi və səlləmə tabi olan bir müsəlman da bunu düşünməsi lazımdır. Mən Peyğəmbərimi sevdiyim zaman Allahın sevdiyi insan olacağım. Peyğəmbəri sevmədən, Peyğəmbərin həyatını öz həyatını bənzətmədən bir insan Allahın sevdiyi bir insan ola bilməz. Çünki Allahın sevdiyi bir insan ola bilməkdən ötəri o Peyğəmbərin qapısından keçmək lazımdır. Allah Teala Kur'an-ı Kerimdə elə buyurur. Peyğəmbərimizə deyir ki, onlara denən ki, əgər Allah'ı sevirsinizsə məni sevin ki Allah da sizi sevsin. Peyğəmbər sevgisi olmadan, Peyğəmbərə tabi olmadan, həyat və əxlaq Peyğəmbər həyatına, əxlaqına bənzədilmədən, dəyərli qardaşlar, Allah sevgisini qazanmaq da mümkün deyil. Peyğəmbərlə də dostluq bu şəkildə olmaqdadır. Qardaşlar, hər zaman xatırlatdığımız bir məsələ var. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm qiyamət günü, axirət günü ümməti üçün şəfaət eləyəcəkdir. Ümmətini öz ətrafına toparlayacaqdır. Buyurur ki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm, mən çağıracağım ümmətimdən olanları, gəlin buraya. Amma vəzifəli olan mələklər onları deyir, yad dəvələrin sürüdən qovulduğu kimi qovarlar deyir oradan. Mən nə deyəcəm ki, onlar mənim ümmətimdir, dəyməyin gəlsinlər bura. Mənə deyiləcək ki, xeyr, səndən sonra onlar həyat tərzlərini dəyişdilər, yaşayışlarını dəyişdilər. Yəni, biraz daha açıq ifadə ilə söyləsək,
Sənin kimi həyat yaşamadılar. Sənə tabi olaraq həyat yaşamadılar. Sənsiz bir həyat yaşadılar. Yaşadıkları həyatda sənə bənzətmədilər yaşayışlarını, əxlaqlarını, ədəblərini. Dini yaşamadılar. Mən də deyəcəm ki, uzaq olsunlar. Uzaq olsunlar, uzaq olsunlar. Ona görə xatırladığımız bir məsələ var, qardaşlar. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm axirət günü, qiyamət günü ümməti üçün şəfaət eləyəcəkdir. Bizim üçün şəfaət eləyəcəkdir. Amma bir də şikayət elədikləri olacaq. Çalışmaq lazımdır. Diqqət eləmək lazımdır, qardaşlar. Şəfaət-i Rasulullah olanlardan olaq. Şikayət-i Rasulullah olanlardan olmayaq. Peyğəmbərimizin şəfaət elədiyi insanlardan olaq. Peyğəmbərimizin şikayət elədiyi, uzaq olsunlar dediyi müsəlmanlardan olmayaq. Ona görə, qardaşlar, hər bayram namazından xatırladırıq, təkrar bir kere daha xatırladacağıq. Qardaşlar, müsəlmanlıq sadəcə bayramlara və cümə namazlarına aid deyil. Müsəlmanlıq hər günə aiddir. Müsəlmanlıq hər ana aiddir. Qardaşlar, ibadətlər müxtəlif vaxtlara aiddir. Qurban bayramı namazı illə bir kere qılınır. Cümə namazı həftədə bir kere qılınır. Günorta namazı günorta vaxtında qılınır. Sabah namazı sübh vaxtında qılınır. Amma ibadətlərin müəyyən vaxtı var. Amma müsəlmanlığın, imanın müəyyən bir vaxtı yoxdur. Son nəfəsə qədər imanlı qalıb, o imanı qorumamız şərtdir, qardaşlar. O iman qorunduğu zaman, o imana layiq şəkildə, uyğun şəkildə yaşadığımız zaman vəfatımız, ölümümüz də o rəngdə olacaqdır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, hər insanın ölümü öz rəngindədir. Necə həyat yaşamışıqsa, hansı imanla, hansı ədəb və əxlaqla həyat yaşamışıqsa, ölümümüz də o şəkildə olacaqdır. Bir hədisində də buyurur Peyğəmbərimiz aleyhissalam, necə yaşayarsınızsa o şəkildə ölərsiniz deyə. Qardaşlar, nə şəkildə ölmək istəyirik? Nə şəkildə ölməyi arzuluyuruq? Arzumuz, hədəfimiz nədir? O şəkildə həyat yaşamamız lazımdır, qardaşlar. Vaxtımız yavaş-yavaş daraldığına, yaxınlaşdığına görə, dəyərli qardaşlar, bəzi mövzuların üzərindən biraz daha surətlə keçəcəyik və bu arada dediyimiz kimi təkbir günləridir bu günlər. Təkbirimizi gətirək inşallah, sonra söhbətimizə davam eləyək. Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu Ekber, Allahu Ekber ve lillahil hamd. Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu Ekber, Allahu Ekber ve lillahil hamd. Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu Ekber, Allahu Ekber ve lillahil hamd. Qardaşlar, Müslümanın Müslümanla dostluğunu dedik, Müslümanın Peyğəmbərlə dostluğunu dedik, bir də Müslümanın Allahla dostluğu var. Dedik ya, iki cür dostluq var. Yaxşı dostluqlar, pis dostluqlar. İnsanı xoşbəxtliyə, qurtuluşa aparan dostluqlar, bir də insanı fəlakətə aparan dostluqlardır. İnsanı qurtuluşa, xoşbəxtliyə aparan dostluqlar və ən yüksək hədəfimiz Allahla olan dostluğumuzdur. Qardaşlar, Allah hesaba qatılmadan edilən bir işdən uğur qazanılmaz. Gördüyümüz hər işdə Allah hesaba qatılmalıdır. Danışdığımız hər sözdə Allah hesaba qatılmalıdır. Elədiyimiz hərəkətlə, danışığımızla Allah necə baxar mənim elədiyim hərəkətə? Zaten Allah görür axı bizi. Allah bizi gördüyünə görə elədiyimiz hərəkətlər, danışdığımız danışıqlar, söhbətlər bizə bunu düşündürməsi lazımdır. Allahla dostluğu biz bu şəkildə qura bilərik. Allah məni görür. Allah mənim elədiyimi bilir. Allah heç bir an belə qəlbimdən keçəni, fikrimdən keçəndən qafil deyil, hamısını bilir. Düşüncəsində olan bir insan qeybət eləyə bilməz. Başqasının pisliyini düşünə bilməz. Başqasının ayağının altına quyu qaza bilməz. Və ya hərəkətlərində günah olacaq işlərdə daha diqqətli bir həyat yaşamağa çalışar. Qardaşlar,
Bu həyat bizim üçün bir kere verilen bir fürsətdir. Hiçbirimizin tekrar 18 yaşından geriye dönüp başlayacak şansımız yoktur. Tekrar bir gün daha geriye dönecek şansımız yoktur. Bir dakika bile geriye dönecek şansımız yoktur. Bu 5 dakikamız düzgün geçmedi. Bir kere daha 5 dakikanı geriye çekek, geriden başlayak. Kardeşler, şansımız yoktur. Geçen dakikalarımız, geçen günlerimiz mühürlendi, kenara koyuldu. Kıyamet günü Allah Teala oku kitabını diyecek, emel defterini öz elimize verecek. Ve herkes orada öz emellerini, defterini okuyup özü özüne kıymet verecek. İnkar eləyəcək, mən bunu etməmişəm. Ama şahid olarak Allah Teala buyurur ki, insanın özü özüne yeter. Ellerimiz şahidlik eləyəcək gördüğümüz hatalara. Gözler şahidlik eləyəcək edilen səhvlərə, yanlışlara. Kulak, ayak, hamısı, bütün beden ağıza mühür vurulacak, bütün beden şahidlik eləyəcək. Necə eləyəcək? Ağlımız kəsmir, orasını Allah bilir. Biz təslimiyyətlə gösterdik, biz inandık ve eşittik ve itaat ettik, buna inandık. Kardeşler, hayatımız bu şekilde devam eləməsi lazımdır. Bunlara dikkat eləməmiz lazımdır. Rabbimizin bizden istediği onu tanıyarak bir hayat yaşamamızdır. Allah'ı unudarak değil, Allah'ı yadımızda tutarak, hatirimizde tutarak yaşayacağımız bir hayatı Allah Teala bizden istiyor. Bugün Kurban Bayramıdır. Kurbanlar kesilecek inşallah. Sayısız hesapsız kurbanlar kesilecek. Sadece rayonumuzda veya ülkemizde değil, dünyanın her bir tarafında sayısız hesapsız kurbanlar kesilecek. Kardeşler, Allah Teala Kur'an-ı Kerim'de buyurur ki, kesilen hayvanların, kurbanların ne eti ne de kanı Allah'a çatmır. Allah'a çatacak olan ancak sizin təqvanızdır. Bizim səmimi qəlbdən ettiğimiz ibadetler de Allah'a çatar. Allah'ın kıymet verdiği, Allah'ın ete qana hiçbirine ihtiyacı yoktur. Ettiğimiz ibadeti yine qayıdıb özümüz qidalanırıq. Kestiğimiz etlerden yine özümüz istifade edirik. Bu da Allah Teala'nın başka bir lütfudur. Başka bir nimetidir. Kardeşler, Allah Teala'nın bizden istediği yaşadığımız bu dünya hayatımızın her bir anı hayat kamerasına çekildiğini unutmayalım değerli kardeşler. Unutmamamızı bizden istemektedir. Bugün bura niye yığışmışıq? Bura yığışmağımızın məqsədi nədir? İnandığımız üçün o zaman da imanımızın gereklerini yerine getirmemiz lazımdır. Kardeşler, biz La ilahe illallah'a inanan Müslümanlarız. La ilahe illallah Muhammedur Resulullah. La ilahe illallah cennetin açarıdır kardeşler. Peygamberimiz sallallahu aleyhi ve sellem buyurur. La ilahe illallah Muhammedur Resulullah cennetin açarıdır. Ama bir şeyi unutmayacağız. Her açarın dişleri var. O kıfılı açabilmesi için, o kapını açabilmesi için. Kardeşler, ibadetler o açarın dişleridir. O açarın dişleri olmadan, ibadetler olmadan La ilahe illallah'ı ezber bilmekle iş bitmir. Kardeşler, La ilahe illallah'ı ezber bilmek, Rabbin kimdir, Peygamberin kimdir, dininin adı nedir, kitabın hansıdır? Test sualları değil bu suallar. Bu dünyada ezberleyek, kıyamet günü veya kabir hayatında ezbere bilirdik cevap verecek değil. Yaşanarak cevap verecek suallardı bunlar. Yaşanarak cevap verilecek. Yoksa herkes bilirdi. Yaşamayana sual verecekler. Rabbin kimdir? Diyecek bilmirəm. Cemaat ne deyirse ben ondan hareket edirdim diyecek. Kardeşler, Rabbim Allah'dır diyebilmekten ötürü onu yaşayarak burada kalbimizde tutarak ona cevap vermemiz mümkündür. Kardeşler, Allah yanındaki değerimizde, Peygamberimiz yanındaki değerimiz de ibadetlere verdiğimiz değer nispetinde değerli kardeşler. Ona göre Hazreti Ali, Allah özünü parlak eləsin inşallah, Allah ondan razı olsun, deyir ki, cennet arzulayarak değil, cennet arzularla değil, cennet yaşanarak kazanılar. Kardeşler, ben cenneti arzulayıram demekle iş bitmir. Yaşayarak cennetimizi kazanacağız inşallah. Biraz qabağa doğru aradaki boş yerleri sıklaştırak kardeşler. Ayakta kalanlar, arkadan gelenler ayakta kalıplar. Biraz qabağa doğru yakınlaşak. Aradaki saf mesafelerini sıklaştırak inşallah, zahmet olmazsa. Kardeşler, ona göre de Peygamberimiz sallallahu aleyhi ve sellem buyurur ki, 5 şey gelmeden evvel 5 şeyi ganimet bilin. 5 tane ganimetten, hazineden bize bahsedilir Peygamberimiz aleyhisselam.
Qocalıq gəlmədən əvvəl gəncliyin qədrini bilin buyurur. Xəstələnmədən əvvəl sağlıq, səhhətin qədrini bilin. Yoxsulluq gəlmədən əvvəl zənginliyin qədrini bilin. Məşğul zamanlardan əvvəl boş vaxtların və ölüm gəlmədən əvvəl də həyatın qədrini bilin. Qardaşlar, artıq ölüm bitəndən sonra hər insan üçün kiçik qiyamət qopandan sonra bitdi. Qazanacaq heç bir şansı yoxdur. Ancaq 3 dənə xüsus var. Sədəqə-i cariyə olaraq 3 dənə xüsus var. Yerdə qalan əməl dəftəri bağlandı. İnsan nə qazandı, nə qazanmadı. Mələklər möhürlədi, qoydu kənara. Ahirətdə görəcək. Və ahirətdəki səhnəni Allah Teala bizlərə canlandırarkən oradakı insanların Allah Teala müraciəti: Ya Rəbbi, bir günlük məni dünyaya qaytar. Sənin istədiyin kimi bir insan olub və ona verilən cavab bu olacaq. Bir insana yetəcək qədər bir ömür yaşamadın mı sən dünyada? Qardaşlar, bir insana yetəcək qədər Allah Teala bizə ömür verib. Bugün buradayıqsa, bugün burada yaşayırıqsa, danışılanları dinləyiriksə və bugün bayram namazı üçün yığışmışıqsa, bu Allah Teala'nın bizə bir fürsətidir. Hər bayramda xatırladırıq qardaşlar. Keçən Qurban bayramında aramızda olub da, bu Qurban bayramında aramızda olmayan nə qədər tanıdığımız insanlar var. İbadət əhli qardaşlarımız var qardaşlar. Uzağa getməyək. Bu Ramazan bayramında aramızda olub da, bugün Qurban bayramını yaşamayan nə qədər insanlar var. Nə qədər tanımadığımız insanlar var. Keçən Qurban bayram namazını qılanda hansının ağlından keçmişdi mən gələnki Qurban bayramına çıxmayacağım deyə? Kimsənin ağlından keçməmişdi. Qardaşlar, hər kəs ölümü özündən uzaqda bilir. Amma ölüm hər şeydən bizə yaxındır. Bir gün Peyğəmbərimiz əleyhissalam əlində 2 dənə daş alır. Daşın birini atır uzağa və birini əlində saxlayır. Uzağa atdığı daşı göstərir, deyir ki, o daş sizin arzularınızdır, xəyallarınızdır, gələcəyə dair planlarınızdır. Amma bu əlimdə olan daş sizin əcəlinizdir buyurur. Əcəl sizə daha yaxındır buyurur. Qardaşlar, arzularımızı, xəyallarımızı, planlarımızı kənara atıb həyat yaşayaqdan söhbət getmir. Arzularımızla, xəyallarla, planlarla həyatımızı quracağıq düzgün şəkildə, amma ölümü unutmadan. Ölümə də bir tərəfdən hazırlaşaraq. Ölümə hazırlıqsız, qəflət halında deyil. Ölümlə hazırlaşaraq bir tərəfdən də digər həyatımızı yaşayacağıq. Əziz qardaşlarım, bu xüsusda söylənəcək sözlərimiz çoxdur. Xatırlanacaq məsələlərimiz çoxdur, amma əsas məqsədimiz təbii ki, söylədiyimiz kimi Allahın razılığını qazana bilməkdir. Allah'a yaxın insan, dost insan ola bilməkdir. Allahın sevdiği bir insan ola bilməkdir. Bundan ötəri çalışacağıq, buna diqqət edəcəyik inşallah. Təkrar olaraq bir kere söyləyirəm, müsəlmanlıq illə sadəcə bayramlara və həftədə bir kere cümə günlərinə aid deyil. Müsəlmanlıq hər günə, hər ana aiddir. Hər günə olan vəzifəmizi yerinə gətirməmiz lazımdır. Biz La ilahə illallah Muhammedur Rasulullah'a inanan, kəlmə-i tövhidə inanan insanları, tövhidimizin gərəklərini yerinə gətirəcəyik. Dəyərli qardaşlarım, bunlara diqqət edəcəyik inşallah. Əziz qardaşlar, qısa olaraq qurban haqqında və qurbanın növləri haqqında məlumat verək, ondan sonra artıq namazımıza keçəcəyik, vaxtımız yaxınlaşır. Qardaşlar, qurban ancaq bildiyiniz kimi qoyun, keçi, inək, camış, dana, dəvə növündən heyvanlardan kəsilir. Qoyun və keçi 1 yaşını tamamlamış olması lazımdır. Sadəcə olaraq qoyun 7-8 aylıq olub da 1 yaşındakı kimi gümrah, cüssəli görünərsə qurban kəsilə bilər. Burada bir mötərizə arasında çıxım xüsusilə xatırladım. Qoyun 7-8 aylıq olub da deyəndə yanlış anlayırlar. Gedib 6-7 aylıq quzu alıb qurban kəsirlər. Qardaşlar, bu qurbana düşməz. Burada deyilən ibarə sadəcə qoyuna aid olan buradakı məsələ 7-8 aylıq olub da 1 yaşındakı kimi cüssəlidirsə, kökdürsə, canlıdırsa, baxanda 1 yaşına bənzəyirsə kəsilə bilər qaydası var. Yoxsa 6-7 aylıq quzunu alıb qurban kəsməkdən söhbət getmir. Bu məsələyə diqqət edin. Qurban kəsən qardaşlar da bu məsələ ilə qarşılaşanda kəsməsinlər. Xatırlatsınlar bu məsələni ki, cəmaatımız buna diqqət eləsin. Böyükbaş dediyimiz inək, dana, camış növündən olan heyvanlar 2 yaşını tamamlamış olması lazımdır. 3-cü yaşdan gün alması lazımdır. O vaxtı böyüklərimiz, ağsaqqallarımız 3 bayram görməsi lazımdır deyirdi. 3 bayram görəndə 2 yaşı tamam olur. Toyuq, xoruz, qazdır, bu şəkildə ceyran, maraldır, bu növ heyvanlardan qurban kəsilməz. Qardaşlar, qurbana mane olan qüsurlar var.
iki gözünün veya bir gözünün kör olması, dişlərinin çoxunun tökülmüş olması, qulaqlarının kəsilmiş olması, buynuzlarının biri veya ikisinin kökündən qırılmış olması, qulağının veya quyruğunun yarıdan çoxunun, yaxud məmələrinin başlarının qopmuş olması, doğuşdan qulaqları veya quyruğunun olmaması, ayağı kəsilmiş olması, açıq bilinən xəstəliyinin olması, yeriyə bilməyəcək şəkildə topal olması və irəli səviyyədə zəif, arıq olması və iki cinsli olması, bunlar qurbana düşməyəcək qüsurlardır, heyvanlardır. Bu şəkildə qüsur olan heyvanlardan qurban kəsilməz. Qardaşlar, qurbanın əti 3 hissəyə bölünər. Bir hissəsi öz ailəsində saxlanar, bir hissəsi ehtiyacı olan, möhtac olanlara paylanar, bir hissəsi də zəngin belə olsa, qohum, əqrabaya, qonşuya paylanar qurban olduğuna görə. Qardaşlar, qurbanın əti, dərisi, yunu, bağırsağı, yağı, baş ayağı heç bir şeye satılmaz. Qurban olduğuna görə satılmaz. Satılarsa, satıb o pulunu yenə ehtiyac sahibi bir fağıra, sədəqə olaraq verilməsi lazımdır. Və qardaşlar, bugün Qurban bayramının birinci günü dünən Ərəfə günü idi. Dünən sabah namazından etibarən təşrik təkbirləri başlandı. Hər fərz namazdan sonra bir kərə təşrik təkbirlərini oxuyuruq. Bayramın 4-cü günü, bazar günü ilkin namazından sona çatacaq. Təşrik təkbirlərimizi də unutmayağın inşallah. Dəyərli qardaşlarım, bugün inşallah artıq 10 ildən yuxarıdır və ya 10 ilə yaxındır ki, Qurban bayram və qurban tədbiri keçirilir məscidimizdə. Ənənə şəklinə gəlibdir. Ölkəmizdə nümunə olan tədbirlərdən biridir. Və bu şəkildə bir tədbirdən dolayı əlbəttə ki, bu işlərə istiqamət verən, bu işlərdə böyük təşkilatçılıq olan bütün rəhbər heyətinə, Qəbələ rayonu rəhbər heyətinə, bu işlərdə bütün əziyyəti çəkənlərə öz minnətdarlığımızı bildiririk. Allah Teala elədikləri bu xidmətin inşallah qarşılığını hidayət olaraq qismət eləsin hər birinə. Qardaşlar, bugün Azərbaycanımızda 2000-dən yuxarı məscidimiz var, fəaliyyət göstərir. Amma bir zamanlar var idi ki, barmaqla sayacaq qədər məscidimiz vardı. Bugün rayonumuzun özündə şəhər olaraq 4 dənə məscidimiz fəaliyyət göstərir. 4 məsciddə 5 vaxt azanımız oxunur. Bu Allah-u Teala'nın bizlərə böyük bir nemətidir, böyük bir lütfudur. Bu xidmətlərindən dolayı, bu məscidləri bizlərə qismət eləyən insanlara, bu xidmətlərindən dolayı da minnətdarlığımızı bildiririk. Allah-u Teala bütün işlərində yar yardımçıları olsun. Allah-u Teala gələcək həyatlarını, ahirət həyatlarını onlara ən nurlu, ən parlaq şəkildə qismət eləsin inşallah. Biz də bu gözəlliyindən, bu xoş həyatından, müstəqilliyimizdən dolayı və azad bir ölkədə dinimizi, həyatımızı yaşadığımızdan dolayı, bu böyük nemətindən dolayı Allah Teala'ya biz öz şükranlarımızı bildirməmiz lazımdır. Çünki böyüklərimizdən biri deyir ki, dini azad vətəndə yaşamaq Allahın ən böyük nemətlərindən biridir. Qardaşlar, bugün rahat bir şəkildə bir yerə toplaşmışıqsa, belə bir məkana toplaşa bilmişiksə və hər bir əmin-amanlığımız varsa, rahatçılığımız varsa, bu da Allah Teala bizlərə böyük bir nemətidir. Bu nemətin də qədri qiymətini bilməmiz lazımdır inşallah. Və qardaşlar, hər bayramda olduğu kimi bu bayramda da inşallah yardımlarınızı, köməyinizi sizdən xahiş eləyəcək inşallah. Məscidlərimizin əksik, ehtiyac olan işlərindən dolayı yardımlarınızı müraciət eləyəcək. Məscidimizin qaz borcumuz var, onu tamamlayıb kartımızı almamız lazımdır ki, yenidən işıq yükləyə bilək. Bu işlərdən dolayı hər kəs qulpundan çıxanı, bacardığı qədər yardımını, köməyini, dəstəyini göstərməsini xahiş edir inşallah. Qardaşlar, bugün Allah qatında nə qədər dəyərli bir gündürsə, bugün edəcəyimiz hər bir yardımın da qarşılığı bizə o dəyərdə, o nisbətdə geriyə qayıdacaq inşallah. Bizim Allah üçün elədiyimiz yardımlar, sədəqələrimiz, zəkatlarımız, buna Allah Teala Quran-ı Kərimdə qarz-ı hasən deyir. Allah'a verilən borç deyir. Qardaşlar, Allah'a verilən borç artıqlaması ilə bizlərə qayıdacaqdır inşallah. Allah Teala hər birinizdən razı olsun. Təkbirlərlə mehraba keçəcəyik. Mehrabda bayram namazının qılınışını izah eləyəcəyik. Ondan sonra inşallah bayram namazımızı qılmağa qalxacağıq. Allah hər birinizdən razı olsun. Allahu Ekber, Allahu Ekber.